İllərdir Ordubadının Bələnd kəndinin dəyişilməyən bir adəti var. Belə ki, Novruz bayramı arifəsində bütün kənd sakinləri məhz gördüyünüz bu meydana toplaşır və çöpüdüm yallısı oynayırlar. Yaşlı nəslin köpüdüm adlandırdığı rəqs çox maraqlı icra tərzi ilə diqqət çəkir. Bayramın 3-cü günü keçirilən bu mərasimdə Muxtar Respublikanın hər bir yerindən qonaqlar iştirak edir. Bizim anə-dədələrimiz əvvəldən qorunub saxlanılır. Mən buradan bütün bu şəhərdə yaşayanların hamısına müraciət edirəm ki, belə ənənələri unutmayın. Gəlin heç olmasa kəndimizin adət-ənənələrini qoruyun. Bu il Dədəzə, mənim 58 yaşım var. 58 ildir mən bu şənliyi görürəm. Çox xoşdur. Köpüdüm yallısı 2 dəstənin iştirakı ilə oynanılır. Hər dəstənin başında bir nəfər dəstəbəyi olur. Onlar ayaq üstə duranları döyürlər. Əgər öz dəstəsinin üzvlərindən kimsə sırada düzgün durmazsa və sıranı düzgün təşkil edə bilməzsə, öz dəstəsindəki həmin şəxsi də vurur. Rəqs zamanı yıxılanlar da möhkəmcə döyülür. Mənətdə olur, keçirilir bu yallı, bu möhtəşəm ifa. Hamının da xoşuna gəlir. Çöpüdüm yallısı vardı, heç kim heç də deyənməz. O qədər qədimə, keçmişə gedir ki, biz balada uşaq idik. Başı böylü, papaqlı kişilər bunu oynayıblar, baxmışıq, görmüşük. Hamıza bayramımız mübarək olsun deyirəm. Ordubadlılar demişkən, gələn il vaxtına sağ salamat. Mərasim zamanı ayaq üstə duran qonağı da dəstəbaşı çubuqla vurur. Həmin şəxs vurulmaması üçün müəyyən pul cəriməsi ödəməlidir. Dəstələr biri digərinə bir şey verirsə, digəri də cavab olaraq nə isə verməlidir. Məsələn, tovuz quşu gətirilərsə, qarşılıq olaraq toyuq verilir. Əgər dəstənin biri digərinə verdiyi hər hansı bir şeyin qarşılığını almasa, o zaman o dəstə məğlub hesab edilir. Bizdə buna çöpüdüm yallısı deyirlər, həm də sevinç yallısı deyirlər. Bir-birinə müxtarı əşyalar göstərirlər. Qalib kim oldu? Axırda mükafatlarla mükafatlandırırlar burada. Qadim adət-ənənələrə görə biz də çalışırıq ki, qadim adət-ənənələri axıra qədər gələcək nəsillərə ötürək. Bu mərasimin ən maraqlı yeri isə bəzədilmiş gəlinlə bəyin iştirakıdır. Burada insanlar onlara nəmər verir, sağlıq deyir və onlara xoşbəxtlik arzulayırlar. Bəy və gəlinin məclisdə iştirakı bayrama gözəllik qatmaqla yanaşı, həm də ilin uğurlu, xoşbəxt keçməsinin rəmzi kimi qiymətləndirilir. Ceyhun Məmmədov, Əli Xudiyev, İman İmanlı, APA TV.